Əl-Münafiqun, Münafiqlər surəsi. Mərhəmətli və rəhimli Allahın adı ilə. Münafiqlər sənin yanına gəldikləri zaman biz şəhadət veririk ki, sən Allahın elçisisən deyirlər. Allah da bilir ki, sən onun elçisisən. Allah şahiddir ki, münafiqlər əsl yalancıdırlar. Onlar andlarını sipər edib insanları Allah yolundan döndərdilər. Həqiqətən onların törətdikləri əməllər necə də pisdir. Bu ona görədir ki, onlar iman gətirdikdən sonra kafir oldular. Sonra da onların qəlbinə mühür vuruldu. Artıq onlar anlamırlar. Sən onlara baxdıqda bədən quruluşları xoşuna gəlir, danışanda onların dediklərinə qulaq asırsan. Halbuki onlar divara söykədilmiş dirəklər kimidirlər. Onlar hər bir səs-küyün özlərinə qarşı olduğunu sanırlar. Onlar düşməndirlər. Sən onlardan çəkin, Allah onları məhv etsin. Necə də haqdan döndərilirlər. Onlara, gəlin Allahın elçisi sizin üçün bağışlanma diləsin deyildiyi zaman başlarını yelləyir və sən onların özlərini dartaraq üz döndərdiklərini görürsən. Sən onlar üçün bağışlanma diləsən də, diləməsən də fərqi yoxdur. Allah onları bağışlamayacaqdır. Şübhəsiz ki, Allah fasik adamları doğru yola yönəltməz. Məhz onlar Allahın elçisi yanında olanlara bir şey verməyin ki, dağılıb getsinlər deyirlər. Halbuki göylərin və yerin xəzinələri Allahındır. Lakin münafiqlər anlamırlar. Onlar, əgər biz Mədiniyə qayıtsaq, ən qüdrətlilər, ən alçaqları mütləq oradan çıxardacaqlar deyirlər. Halbuki qüdrət yalnız Allaha, onun elçisinə və möminlərə məxsusdur. Lakin bunu münafiqlər bilmirlər. Ey iman gətirənlər! Nə mallarınız, nə də övladlarınız sizi Allahın zikrindən yayındırmasın. Bunu edənlər ziyana uğrayanlardır. Sizlərdən birinə ölüm gəlib, ey Rəbbim, mənə biraz möhlət ver ki, sədəqə verib əməli salihlərdən olum deməmişdən əvvəl sizə verdiyim ruzidən xərcləyin. Allah əcəli çatmışlara əsla möhlət verməz. Allah sizin nələr etdiyinizdən xəbərdardır.